Herkese salam. İndi isə 1999-cu il Antalya Matematik Olimpiyatlarının lise 1-2-nin deməli sualların izahına baxaq. Aşama 2-dir bu. Baxın, tam olaraq budur. Başlayaq birinci suala. Deyir ki, onluq say sistemində bütün rəqəmləri eyni olan və k natural ədəd olmaq üzrə 1 üstəgələk 1999k şəklində yazıla bilən sonsuz sayda ədəd olduğunu göstərin. Mən bunu ən sadə yolla çalışacağım, həll edeyim. Mən bunu Fermat teoremindən istifadə edərək həll etməyə çalışacağım. Fermat teoremi ilk öncə necə idi? A üstü P bərabərdir A mod P-yə və yaxud da belə də yaza bilərik ki, A üstü P çıxaq 1 bərabərdir 1 mod P-də. Belə yazılır ifadəsi. İndi Fermat teoreminə görə 10 üstü 1998 bərabərdir 1 mod 1999-da. Yəni, baxın, buna əsasən dedik də, buna əsasən bunu dedik. İndi davam edək. Deməli, burada hər k natural ədəd üçün belə bir ifadə alırıq ki, 10 üstü 1998k bərabərdir 1 mod 1999-da. Modun xəssərinə bir də bunu istədiyimiz qüvvətə yüksəldə bilərik. Deməli, o halda belə bir ifadə alırıq ki, 1999m bərabərdir 10 üstü 1998k çıxılsın 1-ə. Burada da 10-dan 1 çıxsaq, yəni 9-la olacaq ədəd, 9-lardan ibarət olacaq. Burada yəni 1998k ədəd 9 mövcuddur. Bunu deyə bilərik. Ondan sonra davam edək ki, burada da təbii ki, m nədir? Natural ədəddir. Burada deməli 1999m 9-lardan ibarətdir. Bunu dedik. Və burada bu tərəf, baxın, yəni RHS sağ tərəf 9-a tam bölünür. Deməli, baxın, bu LHS də 9-a tam bölünməlidir. Yəni, bunun həlli varsa, mütləq ki, bu ödənməlidir. Düzdürmü? Deməli, burada m-ə də biz hər hansı bir 9n deyə bilərik. Yəni, m deməli 9-a bölünməlidir. Niyə? Çünki, baxın, bu ədəd 9-a bölünmür. İndi 9-a bölünməsi üçün vuruqlardan biri mütləq bölünməlidir. Deməli, m-i 9n şəklində yaza bilərik. Buradan alırıq ki, 1999n bu tərəfi 9-a vururam, birlərdən ibarətdir. Sonra burada hər tərəfi ona deməli vurub, üzərinə 1 gəlsək, yəni 10n-ə t desək, 1999t üzərinə gəlsin 1 bərabər olar, baxın, bu ədədə. Buradan da 1998k üzərinə gəlsin 1 ədəd 1 mövcuddur. İndi burada k natural ədəddə sonsuz sayda çoxluqda olanda, t də sonsuz sayda çoxluqda olanda, sonsuz sayda belə bir ədədlər mövcud olduğunu isbat eləmiş olduq. Keçək ikinci suala. Bizə deyir ki, bu bərabərliyi ödəyən m və n pozitiv, yəni müsbət tam ədədlərinin olmadığını isbat edin. İndi bu bərabərsizliyə əsasən gəlin hər tərəfi kökə salaq. Yəni burada kvadratları itirməyə çalışaq. Burada alırıq ki, m vurulsun m plus 1 bərabərdir. N kvadrat üzərinə gəlsin n vurulsun n kvadrat üzərinə gəlsin n üzərinə gəlsin 2. Gəlin n kvadrat üstə gələk n-ə 1, məsələn, t deyək. Buradan alırıq ki, m vuraq m plus 1 bərabərdir. T vurulsun t plus 2-yə. T vurulsun t plus 2-ni bu formada yazıram. T plus 1-in kvadratı çıxaq 1. Bu formada yaza bilərəm. T kvadrat üstə gələk 2t-dir və t kvadrat üstə gələk 2t plus 1-dir. 1 də çıxsam bərabər olar. Yəni, burada m və t əgər müsbət tam ədədsə və bunun həlli varsa, m kvadratı kiçik olmalıdır t plus 1-in kvadratından. Bunu əldə edərik. T plus 1-in kvadratında qiymətini gətirib burada yerinə qoysaq, m kvadrat üstə gələk m, burada çıxaq 1 idi. Bunun da üzərinə 1 gəlirik.
Bu da m plus 1'in kvadratından nə olmalıdır? Kiçik olmalıdır. Amma burada elə bil ki alınır m kvadratı kiçikdir m plus 1'in kvadratı. Və biz də dedik ki bu ədədlər müsbət tam ədədlərdir. Baxın, bu mütləq bu aralıqlara baxmaq lazımdır. Yəni bu zamanda bariz görünür ki bunun həlli yoxdur. Yəni boş çoxluq. Keçək bərabərsizlik sualına. Bunun müxtəlif həlləri var. Mən iki dənə tapdığım həlli sizinlə bölüşəcəm. Birincisi AM, gəlin bizim də yazaq. Ədədi orta böyük bərabərdir. Harmonik orta bərabərsizliyindən istifadə edəcəyik. Keçən videoda da istifadə eləmişdim. İndi gəlin bu ifadəni biraz bu formada yaza biləcəyimiz hala gətirməyə çalışaq. Gəlin bunu parçalayaq. Yazaq ki 1 bölək 8 vurulsun. 1 bölək A üstə gələk 1 bölək B. 4 bölək C-ni mən belə yazıram. 2 bölünsün C üzərinə gəlsin 2 bölünsün C. Bunu da 4 dənə 4 bölək D şəklində yaza bilərəm. Gəlin yazaq bunları. Bunu yazdıq. Bu da böyük bərabərdir. 8 bölünsün 8 ədəd var burada gördüyünüz kimi. Bu ədədləri yazırıq. A, B, C bölək 2, C bölək 2, D bölək 4, 4 dənə də D bölək 4 yazırıq. Bunu yazdıq. Buradan da bu da bərabər olur. 8 bölək A üstə gələk B, üstə gələk, baxın bu nə deməkdir? Bu C deməkdir. Elə bil bu da alınır da ki bu ifadanı bu C deməkdir. Aydın görünür. O birisində də 4D bölək 4 alınır. Bu da aydın məsələdir ki D-dir. Və buradan da bu ifadəni elə almış oluruq. Yəni burada hər tərəfdə vursanız, yəni eyni ifadəni alırıq. Birinci üsul buydu. Məncə asan üsuluydu. İkincidə də Cauchy-Schwarzdan istifadə edək. Cauchy-Schwarz C-si yazılır qısaca bərabərdir. Məsələn, hər hansı bir A, B, C, D ədədləri götürək. Onların kvadratları cəm. Baxın bu ifadə böyük bərabərdir. AC üzərinə gəlsin BD-nin kvadratından. Bu ifadəni bilirik. İndi gəlin Cauchy-Schwarzı tətbiq edək. A plus B plus C plus D vurulsun 1 bölək A üzərinə gələk 1 bölək B üzərinə gələk 4 bölək C üzərinə gəlsin 16 bölünsün D. Bu ifadə böyük bərabərdir. İndi bunları kök almalıyıq. Kökdə A-nı kökdə 1 bölək A-ya vursaq 1. Kökdə B-ni kökdə 1 bölək B-yə vursaq 1. Kökdə C-ni 2 bölək kökdə C-yə vursaq 2. Kökdə D-ni 4 bölək kökdə D-yə vursaq 4. Bunun kvadratı. Bu da nə eləyir? 6, 7, 8. 8-in kvadratı da 64. Buradan da ikinci isbatımızda yazmış olduq. Təbii ki, sizin müxtəlif başqa üsullarınız da ola bilər. Yəni hər bir üsul doğru, yəni doğru tapdığınız hər bir üsuldan istifadə edə bilərsiniz. Keçək bura. Deməli, sual 4-ə baxaq. Deyir ki, birinci ədədi 2 olur. Ardıcıllıq kimidir. İkinci ədəddə deyir ki, ikinci ədəddə hər bir necə deyək, elə bir ikinci ədəddən başlayaraq hər bir hədd əvvəlki həddin rəqəmlərinin 5-ci qüvvətinin toplamına bərabərdir. Bax, məsələn, birinci deməli ədəd 2-dir. İkinci ədəddə 2 üstü 5-dir, yəni 32-dir. İndi üçüncü ədəd nə olacaq? 3 üstü 5 üzərinə gəlsin 2 üstü 5. Bu da 275 edirmiş. Yəni ardıcıllıq bu formada gedir. Deyir bizə nə deyir? Nəyi tapmalıyıq? Deyir bir-birinə bərabər ən azı 2 həddin olduğunu isbat edin. İndi dördüncü hədd nə olacaq? 2 üstü 5, 7 üstü 5, 5 üstü 5. Məlumdur ki bu 10 üstü 5 vurulsun 3-dən kiçikdir. Düzdürmü? İndi bunu bilirik. Və bu o deməkdir ki, bu neçə rəqəmlidir? 6. Deməli, dördüncü həddi 6 rəqəmli ədəddən çox ola bilməz. Əgər belədirsə, 5-ci həddə 6 vurulsun 10 üstü 5-dən kiçik olacaq. Və buna görə də hədlərin sayı 6-dan çox ola bilməyəcək.
Buna görə də bütün hədlərin sayı, yəni hədlərdəki, yəni 6 rəqəmli ədəddən çox ala bilmərik. Yəni 7 rəqəmli, 8 rəqəmli ola bilməz. Bizə də göyərçin yuvası Dirichlet teoremi var ki, elə bil ki, n+1 sayda quşu n sayda qəfəsə yerləşdirəndə elə bir qəfəs vardır ki, orada 2 dənə quş yerləşir. İndi bu məntiqlə də ən az 2 ədəd vardır ki, bir-birinə bərabərdir. Bunun da isbatı belə çıxır. 5-ci suala baxaq, həndəsə sualdır. Gəlin çəkək çevrəni ilk öncə. Deyir ki, mərkəzi O ilə göstərilən bir çevrədə S nöqtəsi var. Gəlin bir dənə çəkək. Dəqiqə. Aha. Mərkəzi bizə O verib və burada da deyir ki, hər hansı bir S nöqtəsi var. OS deməli xəttinə paralel bir AB xətti çəkilir. İndi gəlin bir dənə AB deməli xətti çəkək. Bura A, bura B. Çəkilir. Deyir ki, AC-nin kvadratının BC-nin kvadratının cəminin AB-nin elə bil AB-dən əlaqəsiz olduğunu isbat edin. İndi çevrənin radiusuna R deyirik. OC-yə də bir dənə C desək, məsələn, hər hansı bir C desək. O və S-nin üzərində də bir dənə diametri olsun. Baxın, burada 1 olsun, DY diametri. Gəlin və A-dan DY-yə biz hündürlük endirək. Dəqiqə. A-dan DY-yə hündürlük çəkək. Təbii ki, 90 dərəcədir bura. Gəlin sonra A ilə onu mən birləşdirim. Yəni, bura radiusdur da, sözsüz ki. Sonra gəlin bir dəfə də, bunun ayağına da, hündürlüyün ayağına da F ilə işarə edək. Sonra bir də B-dən endirək DY-yə hündürlük. B-dən deməli endirək. Radiusu da çəkək və bunun da deməli ayağına C deyək. Təbii ki, burada 90 dərəcə olacaq. İndi gəlin burada məsafələri adlandıraq. DF-ə bir dənə X desək, DF ilə C-yə bərabər olduğundan burada X olacaq. AF-ə bir dənə Y desəm, bu düzbucaqlı olduğundan BC də Y olacaq. Və indi gəlin buradan Pifaqor teoremini tətbiq edək. Aynı da S-ni mən birləşdirirəm ki, Pifaqoru yaza biləm. Aynı S-ni birləşdirək. Buradan yazırıq ki, AC-nin kvadratı. Dedik ki, baxın, bu məsafə radiusdur. Bax, oradan D olan məsafə radiusdur. Bura X isə deməli, bura qalan məsafə R çıxaq X olacaq. İndi baxın, ümumi DC-nin uzunluğu nədir? DC yox, FC-nin uzunluğu. R çıxaq X üstə gəlsin S-dir. Bax, bura S-dir, o S. FO da R çıxaq X-dir. Ümumi məsafədə R çıxaq X üstə gələk S-dir. Pifaqor teoreminə əsasən R çıxaq X üstə gələk S-nin kvadratı. Üzərinə gəlsin 1 katətdə Y-dir. Y-in kvadratı formasında yazırıq. İkincisini yazıram ki, ikinci Pifaqor tətbiq edirəm. Baxın, elə bil ki, biri bu üç bucaqdadır. Biri də böyük bucaqdadır. Bunlar da Pifaqor tətbiq edirik. BC-nin kvadratı bərabərdir nəyə? Yenidən R çıxaq X çıxaq C-nin kvadratı üzərinə gəlsin Y-in kvadratı. Bunları tərəf-tərəfə toplasaq, AC-nin kvadratı üstə gələk BC-nin kvadratı bərabərdir. 2 vurulsun R çıxaq X-in kvadratı üzərinə gəlsin 2C kvadratı üstə gələk 2Y kvadratı. Aha, bunu da yazsaq, sadələşdirsək, 2 vurulsun R çıxaq X-in kvadratı üzərinə gələk Y kvadratı, yəni 2-ni mötərizə xaricinə çıxaram C kvadratı. Buradan da alınır 2 vurulsun R kvadratı plus C kvadratı. Buradan da görünür ki, AB-dən asılı olmayan bir bərabərlik alırıq. Yəni, bunun da isbatı buradan bitir. Bu da 5 sualının isbatı idi.